Amaliya xanım, ətrafımdakılar mənim paxıl olduğumu hesab edirlər. Sizcə bu nədəndir? Ətrafındakılar hiss edir, hesab edir, amma çox güman ki, sən onu özün başa düşmürsən. Çünki bu elə bir qəribə hissdir, qəribə bir emosiyadır. Bəzən insanda bu, bəzən yox, çox hallarda şuursuz baş verir. Sonra da vərdişə keçir və insan heç başa düşmür ki, o paxıldır. Ola bilsin ki, o paxıl insanların yanında böyüyüb, tərbiyəni elə alıb və həmişə həsəd hissi, paxıllıq, ola bilsin onu həmişə müqayisə ediblər. Kimlərdənsə ona vadar ediblər bəsə girmək. Hə, filan kəsdən sən pis deyilsən ki, sən filan kəs kimi olmalısan, belə olmalısan. Amma onun da kökündə bizim əvvəlki videolarımızda dediyimiz kimi özgüvənsizlik durur. Bir səbəblərdən biri özgüvənsizlikdir. Və insan bu paxıllıq hissini keçirərək özünü başlayır başqa insana bənzətmək, başqa insanın xüsusiyyətlərini özündə aşılamaq istəyir. Psixoloqlar bunun həm yaxşı tərəfini görürlər, həm pis tərəfini görürlər. Yaxşı tərəfi odur ki, insana motivasiya verir və insan kiminsə arxasınca gedib bir çox şeylərə nail olmaq istəyir, nail ola bilir, onun üçün motivasiya olur. Pis tərəfi odur ki, bu aşırı formada olanda insanın sağlamlığına başlayır ziyan vurmağa. İnsanın emosiyaları onda acizlik hissi yaranır, bu ona somatik olaraq ürək bulanma verə bilər, baş ağrısı verə bilər, baş gicəllənmə verə bilər, həzm prosesində problemlər yarada bilər. Ona görə bunun üzərində işləmək lazımdır. Bəs paxıllıq hissi özünü necə göstərir? Hə, yaxşı sualdır. Paxıllıq hissi 3 formada ola bilir. Açıq paxıllıq var, gizli paxıllıq var, bir də qurucu, konstruktiv paxıllıq var. Açıq paxıllıq, insan açıq-aşkar o insanı tənqid edir, onu aşılamaq istəyir, onunla mübahisəyə girir, əksildir onu, əzmək istəyir. Burada açıq-aydın görünür ki, o insan o insana paxıllıq eləyir. Onun nailiyyətlərini azaldır, onun nailiyyətlərini təsdiqləmir. Gizli paxıllıq isə insan özünün aqressiyasını, ona qarşı olan mənfi hisslərini bildirmir, içinə salır, mənfi emosiyalar göndərir, negativ düşünməyə başlayır, qəzəblənir, əsəbi olur, hirsli olur, özü də səbəbini başa düşmür və yuxarıda qeyd etdiyim kimi bu da başlayır onun sağlamlığına ziyan gətirməyə, keçir somatikaya, mədə ağrısı, ürək bulanması, baş ağrısı və s. və s. Konstruktiv paxıllıq isə onu da qeyd etdiyim kimi insan kiməsə baxır, həsəd aparır və istəyir onu kimi olmaq, onun motivasiyası yaranır, uğur əldə etmək, o işləyən sahədə işləmək, ona bənzəmək, hətta bəzən o paxıllıq hərfi mənada olur, geyimi onu kimi təkrarlamaq, bu artıq paxıllıq keçir təqlidə. Bir də el arasında deyirlər, ağ paxıllıq, qara paxıllıq. Mən deyir, ağ hisslərdən sənə həsəd aparıram, yəni heyrətlənirəm səndən, heyrətlənir, kumiri olaraq onu seçir, ona bənzəmək istəyir və gənclərdə, yeniyetmələrdə daha çox olur, məşhurlara, aktrisalara, əsər qəhrəmanlarına özünü bənzətmək istəyirlər. Bu konstruktiv paxıllıqdır. Bəs paxıllıqla qısqanclığın fərqi nədir? Paxıllıq edən insan onun gizli arzusudur, o biri insanda olan şeylərdən onda da olsun. O özünün qabiliyyətini, heç nəyini yorğan ayağı ölçmür, sadəcə o paxıllığı edir, fikirləşmir ki, onun istedadı var, onun şəraiti var, filan deyir, məndə də olmalıdır, qutardı, inaddaşır və yuxarıda qeyd etdiyim kimi o onun sağlamlığına ziyan gətirir.
Amma qısqanclıq bu başqa bir hissdir. Bu məsələn məndən filan kəsi qohuma qarşı ola bilər, müəllimə qarşı ola bilər, uşağa, rəfiqəyə qarşı. Məndən çox onu istədi, məndən çox ona diqqət yetirdi, bəs mənə də diqqət yetirsin. Adətən bu egosentrik adamlarda olur, diqqət mərkəzində olmaq istəyən, sevilmək arzusu olan, sevgiyə qayğısı olan insanlarda olur. Yəni bunlar tamamilə müxtəlif hisslərdir. Paxıllığın psixoloji əsasları nədir? Bax, yenə qayıdırıq əvvəlki videolarımıza və mən sizə dediyim kimi yenə özgüvən söhbəti üzə çıxır. Deməli, 5 dənə psixoloji əsası var. Birincisi, ən vacibi, o insanın özgüvəni aşağıdır, özünə dəyər verməyi aşağıdır. O özünü layiq bilmir, öz gücünə inanmır, özünə güvənmir və başqalarında onu görəndə başlayır paxıllıq hissi yaşamaq. Bəlkə də onun özündə var, sadəcə o onun üzərində işləmir. İkinci səbəb, ona qarşı haçansa uşaq yaşlarında, yeni yetməlik yaşında ədalətsizlik, haqsızlıq işlədilib və o həmişə özünü təsdiqləmək istəyib, özünü sübut eləmək istəyib və bunun özünü təsdiq, özünü sübut paxıllamaq hissi ilə müşahidə olunubdur. Üçüncü növ insanın inkişafın, insanın səviyyəsinin aşağı olmasıdır. Öz üzərində işləməyən, dərinə baxmayan, üzdən hər şeyi götürən insan, yaxud biraz intellektual səviyyəsi güclü olmayan insanda da paxıllıq hissi yaranır. Paxıllığın bir növü də həyata keçməyən arzulardır. İnsan qarşısına öz iddia səviyyəsinə uyğun olmayan arzular qoyub, yaxud arzuları düzgün qoymayıb, arzuların arxasınca düzgün getməyib və bunun arzuları həyata keçmədiyi üçün ətrafındakıların arzuları, uğurlu olmağını o heç düşünmür, fikirləşmir ki, onun əməksevərliyi, onun faydalı şamsalısı güclüdür, onun intellekti güclüdür. Bunlara diqqət yetirmədən sırf üzdən yanaşaraq başlayır paxıllıq eləmək. Yəni həyata keçməyən arzulardır. Və bir səbəb də bu ünsiyyət qura bilməmək, ünsiyyətin zəif olması. Elə tip insanlar var ki, öz emosiyalarını bildirə bilmirlər, öz istəklərini bildirə bilmirlər, utanırlar, burada utancaqlıq başlayır başını qaldırmaq. Sonra özgüvən yenə, bu da yenə özgüvənlə bağlıdır. Kifayət qədər ünsiyyəti düzgün qurmayanda, emosiyalarını, hisslərini bildirməyəndə qarşı tərəfə ya kiməsə qarşı onda da paxıllıq hissi yaranır.